Mənzilimizə keçid elədik. Belə gözəl, səliqəli bir mənzil təqdim edəcəm sizə. Ekrana yaxın oturun, giriş hissəsinə təqdimata başlayaq. Bura mənzilimizin giriş hissəsidir. Belə bir hol hissəsi var. Burada qranit hissə hamısı istipoldur. Boydan boya pürxoji mebel yığdırılıb. Solda bizi qarşılayır dəyərli izləyicilərimiz. İlk öncə zal. 24 kvadrat metr ümumi sahəsi olan kvadrat şəklində zal hissəsi var. Tam təmirlidir. TV sent yığdırılıb. Gördüyünüz kimi belə bir TV sent yığdırılıb. Burada kondisionerdə çılçıraqdır. Pərdədə hamısı qoyulub. Döşəmədə parketdir. Burada sanitar qovşaq ayrıdır, hamam ayrıdır. Gördüyünüz kimi buralar hamısı istipoldur. 18 mərtəbəli binadır, yeni tikildi. Yasamal rayonunda inşaatçılar metrosuna 650 metr məsafədə Yeni Yasamal tam mərkəzində yerləşir. Bizim market Bravo olan hissədə. İnşaatçılar metrosuna 5 dəqiqəlik məsafə. 110 kvadrat, belə bir gözəl mətbəx hissəsi də var. Qalın 3 otaq tam təmirdən sonra yaşayış olmayıb. Burada ön hissədə eyvan da mövcuddur. 2 ədəd də eyvanı var. Burada da mənzilimizin yerləşir. Yataq otaqları bura. Birinci yataq otağı. Burada ikinci yataq otağı. Burada 2 dənə pəncərə var. Biri eyvandır. Burada məhliyə baxır.